Prezident İlham Əliyevin tapşırığına əsasən Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir. Onların müxtəlif məsələlərlə bağlı müraciətlərin həllinə köməklik edirlər. Növbəti belə görüşü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Mingəçevir şəhərində keçirib. Komissiya sədri Mingəçevirdən və ətraf rayonlardan olan sakinləri, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Mərkəzi İcra Hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Şəhərdəki Heydər Əliyev mərkəzində keçirilən qəbulda Mingəçevir və Yevlax şəhərləri ilə yanaşı bir sıra məcburi köçkün rayonlarından olan vətəndaşlar da iştirak edib. Görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Səsləndirilən müraciətlər əsasən bölgə əhalisinin təhsil, təlim, tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Bundan başqa sakinlər komissiya sədrinə orta məktəb buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını çatdırıblar. Mənim uşağım test imtahanından 3 qiymət alıbdı, amma narazıdır qiymətindən. Yəni deyir ki, mənə 4 qiymət düşməlidir. Bununla bağlı sualım oldu. Mən də sualım cavablandırıldı ki, yəni əlavə yazı olur, o yazı yoxlanılır. Yazının əgər yaxşıdırsa nəticəsi, yəni bu 3 qiymət 4-də də qaldırıla bilər. Əgər nəticə yaxşı deyilsə 3 qiymət yerində qala bilər, amma aşağı salınmamaq şərti ilə. Burada 9-11-ci siniflərdə şagirdlərə 2 qiymət verilir. Yəni, bununla bərabər də şagird attestat alır. Gələcəkdə bunun müəllim-şagird münasibətlərinə necə təsir etməsi məni maraqlandırır. Və Məleykə Abbaszadə də cavablandırdı ki, yəni bu ikinin müəllim-şagird münasibətlərinə mənfi təsiri yox. Əksinə biz çalışırıq ki, 2 alsa da şagird müəllimdən qorxmasın, çəkinməsin, sevərək müəllimin yanına gəlsin. Həmçinin sakinlər təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə təminat məsələləri və qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlər ediblər. Məleykə Abbaszadə qəbulda vətəndaşların səsləndirdiyi müraciət və şikayətləri dinlədikdən sonra qaldırılan bəzi məsələlərin yerindəcə həll edilməsinə dair göstərişlərini verib. Əsas suallar hansı ki burada səslənirdir, buraxılış imtahanlarından əlaqədar suallar edir, sınaq imtahanlarından əlaqədar suallar, müxtəlif rayonlarda da bu suallar verilir. Hamı gileylənir ki, sınaq imtahanlarının sayını artırmaq istəyirlər. Maraqlı məsələ odur ki, imtahanın sayını azaltmaq yox, imtahanın sayını artırmaq istəyirlər və istəyirlər ki, daha çox bu imtahanlar yerlərdə aparılsın. Qeyd edək ki, ümumilikdə qəbulda 30-adək vətəndaş iştirak edib. Görüş zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid olmayan müraciətlər də səsləndirilib və qeydiyyata alınaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara çatdırılıb. Elnari İbrahimova, Xəyam Rəsulov, LTV Mingəçevir.